Diqqət! Bu səsləri gecə tək başınıza eşitsəniz, qaçmağa yer axtaracaqsınız. İnanmırsınız? Onda sona qədər qulaq asın. Bu səsi hamınız tanıyırsınız. Hollywood rejissorları bizi illərdir aldadır. Eşitdiyiniz bu qışqırıq qartal yox, əslində balaca bir sar quşuna məxsusdur. Gecə vaxtı göl kənarında ruhların qışqırığını eşitsəniz, qorxmayın. Bu sadəcə qaqara quşudur. Amma səsi adamın tüklərini biz-biz edir, elə deyilmi? Bax bu isə əsl kabusdur. Kitbaş quşu pulemyot kimi səs çıxarır. Sanki meşədə quş yox, xüsusi təyinatlılar gizlənib. Və ən inanılmazı, lira quşu. O zəncirli mişar səsindən tutmuş, körpə ağlamasına qədər hər şeyi kopyalayır. Əsl bioloji maqnitofondur. Bəs sizcə bu səslərdən hansı daha dəhşətlidir? Mən hələ də kitbaşın şokundayam. Bəs siz şərhlərdə yazın.